Kanselir Jerman Friedrich Merz membantah mengetahui adanya dugaan pertemuan rahasia antara delegasi Jerman dan Rusia di Baku, Azerbaijan. Isu tersebut mencuat setelah laporan media menyebut sejumlah mantan pejabat senior Jerman dan Rusia bertemu secara informal di tengah konflik Rusia-Ukraina. Dalam konferensi pers bersama Presiden Azerbaijan Ilham Aliyev di Berlin, Merz menegaskan pemerintah Jerman tidak terlibat dalam pembicaraan tersebut. Ia menyebut Rusia masih menolak ajakan dialog resmi terkait perang di Ukraina. Ich habe eine Frage zum Thema russischer Krieg gegen die Ukraine. Herr Bundeskanzler, vor wenigen Tagen gab es Meldungen in deutschen Medien, dass es ein Treffen in Baku gab, ein informelles deutsch-russisches Treffen, wo auch ehemalige hochrangige Politiker aus Regierungsparteien teilgenommen haben sollen. Über die Ergebnisse wird nicht berichtet. Es gibt zwei Meinungen dazu hier in Berlin, auch in Fachkreisen. Die einen sagen, solche Treffen als eine Art Backchannel seien nützlich, sie können nicht schaden. Und es gibt auch Kritiker, die sagen, das sei kontraproduktiv, weil das Russland ein Signal der Schwäche vermitteln könnte. Wie sehen Sie das? Ich kann darauf eine ganz einfache Antwort geben. Mir ist von einem solchen Treffen nichts bekannt. Wir machen ja seit Monaten den Versuch, Präsident Putin zu einem Gespräch zu bewegen. Wir haben mehrfach auch auf der europäischen Ebene Gesprächsangebote zusammen mit der Ukraine vorgelegt. Präsident Putin weigert sich, zu solchen Gesprächen zu kommen. Insofern wiederhole ich, was ich auch von dieser Stelle aus in den letzten 14 Monaten immer wieder leider sagen musste. Es liegt allein an der russischen Regierung und am russischen Präsidenten, diesen Krieg zu beenden. Und es liegt allein an ihm, in Gespräche und gegebenenfalls in Friedensverhandlungen einzutreten. Er weigert sich beharrlich, das zu tun. Und solange er das tut, gibt es keine andere Möglichkeit, als der Ukraine in ihrem Überlebenskampf gegen die russische Aggression weiter zu helfen. Wir werden das tun. Wir werden das europäisch abgestimmt tun. Und ich bin Präsident Aliyev sehr herzlich dankbar, dass er die Einschätzung dieses Krieges, die Ursache, den Verlauf und ein mögliches Ende dieses Krieges genauso einschätzt, wie ich es gerade hier gesagt habe. Bakıda keçirilmiş dediğiniz görüşle əlaqədar deyə bilərəm ki, bu məlumatı biz Times qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi və təbii ki, belə mötəbər mətbu orqanında çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq və dünən mən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəmişəm ki, Times qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox. Və onu sizə deyə bilərəm ki, bu məlumat təsdiqləndi. İyulun 12-sində Berlin-Bakı reysi ilə iki nəfər tanınmış şəxs, biri xanım Merkelin administrasiyasının rəhbəri olduğu haqqında məlumat var, cənab Pofala və cənab Platsik Bakıya gəlmişdilər və iyulun 14-də Bakıdan Berlinə geri qayıtmışdılar. Eyni zamanda Moskvadan Bakıya ayın 12-sində Rusiyanın keçmiş baş naziri cənab Zubkov və Rusiya prezidentinin yanında vətəndaş cəmiyyətinin rəhbəri, şurasının rəhbəri cənab Fadeyev Bakıya gəlmişdilər və biri ayın 13-də, o biri isə ayın 14-də Bakıdan ayrılmışdılar. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil edilməmişdi. Yəni bizim ərazimiz bizdən xəbərsiz sadəcə olaraq istifadə olunmuşdur. Və belə bir görüşün olub olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş deməli statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir. Əgər bu görüş Ukrayna-Rusiya müharibəsindən sonu olacaqsa, sona gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq. Jelajahi cara baru mendapatkan informasi. Download Metro TV Extend sekarang.